Salam, gəlin bugün birlikdə Koreyadan gələn, zamanın özünün belə unutmadığı bir nağıla qulaq asaq. Bu sanki elə göy üzündə yazılmış bir dastandır. Sadəcə bir hekayə yox, əsl hədiyyədir. Bir anlıq düşünün, hər gün başımızın üzərində parlayan o günəşin, gecələri yolumuzu aydınladan o ayın arxasında heç ağlınıza gəlməyən bir sir gizlənə bilərmi? Bəlkə də onların hekayəsi elə səmada yazılıb. Gəlin bugün o hekayəni birlikdə oxuyaq. Bu hekayə ilə gəlin bir mədəniyyət körpüsü quraq. Düşünün, bir tərəfdə bizim öz alovlu ruhumuzla tanınan odlar yurdumuz, digər tərəfdə isə sakit və füsunkar gözəlliyi ilə seçilən səhər təravəti yurdu, yəni Koreya. Bugün bu iki gözəl diyarı ortaq bir insanlıq hekayəsi birləşdirir. Və beləliklə hekayəmizin ilk pərdəsi açılır. Meşədəki pələng. Hər şeyin tamamilə sakit göründüyü, amma bu sakitliyin çox kəsmədən dəhşətli bir fəryadla pozulacağı bir anla başlayırıq. Gözünüzün önünə gətirin. Dərin, yaşıl dağların qoynunda balaca, sakit bir kənd. Orada bir ana və onun iki sevimli övladı yaşayırdı. Ana hər gün işdən qaydanda balaları üçün dadlı düyü keksləri gətirirdi. Hər şey o qədər adi, o qədər sevgi doluydu ki. Amma bax, həmin o gün, o sükut qorxuyla parçalandı. Qəflətən, meşənin dərinliyindən ananın qarşısına ac bir pələng sıçradı. Koreya nağıllarında həm müqəddəs bir varlıq, həm də amansız bir təhlükə olan pələngin gurultulu səsi sükutu yardı. Mənə bir düyü keks versən, səni yemərəm. Ananın ürəyi dəhşətlə çırpınırdı, amma pələng əl çəkən deyildi. Ana hər təpəni açdıqca pələng yenə qarşısına çıxır, o amansız tələbini təkrarlayırdı, ta ki ananın əlindəki son keksə və son nəfəsinə qədər. Və indi hekayəmiz ən gərgin, ən nəfəskəsici anla çatır. Artıq təhlükə uzaq meşədə deyil, elə qapının ağzındadır. İndi həyatda qalmaq uğrunda ümidsiz bir mübarizə başlayır. O hiləgər, o zalım pələng, alanın paltarlarını geyinib uşaqların evinə yollandı. Qapını döyüb, səsini bacardığı qədər incəldərək dedi: "Mənim balalarım, mənəm, ananız gəldim, açın qapını." İçəridə isə bacı-qardaş heç nədən xəbərsiz analarını səbirsizliklə gözləyirdi. Amma uşaqlar dərhal nəsə bir qəribəliyin olduğunu hiss etdilər. Ana, səsin niyə bugün belə xırıltılı gəlir deyə soruşdular. Pələng, yolda soyuqlamışam deyə cavab verdi. Uşaqlar inanmadı. Elə isə əllərini qapının aralığından bizə göstər, dedilər. Və o kobud, o tüklü pəncəni görəndə dəhşət içində donub qaldılar. Bu onların anası deyildi. Dəhşət içində olan uşaqlar bir an belə tərəddüd etmədilər. Cəld arxa qapıdan həyətə qaçdılar və həyatlarını xilas edə biləcək tək sığınacağa həyətdəki o hündür ağaca dırmaşdılar. Bu, onların son ümidi, son qalasıydı. Amma pələng amansız idi, o da ağaca dırmaşmağa çalışırdı. Artıq heç bir çarələrə qalmayan bacı-qardaş göz yaşları içində üzlərini göyə tutub var gücləri ilə fəryad etdilər. "Ey uca tanrım, bizi xilas etmək istəyirsənsə, lütfən bizə möhkəm bir kəndir göndər." Bu, onların son yalvarışı idi. Və bax, elə bu anda hekayənin bütün axarı dəyişir. Yerdəki o dəhşətli təqibin yerini səmavi bir möcüzə, qorxunun yerini isə böyük bir heyrət alır. Bu, möhtəşəm bir çevrilmə anıdır. Və onların o səmimi duası qəbul oldu. Qapqaranlıq səmadan onlara tərəf par-par parlayan qızılı bir kəndir eməyə başladı. Bu, onların xilas yolu, onların göylərdən gələn cavabı idi. Məsumiyyətin mükafatı idi. Uşaqlar möhkəm kəndirdən yapışıb yavaş-yavaş göyə yüksəldilər. Aşağıda qəzəbindən ulayan pələngi bütün qorxularını, bütün dünyəvi iztirabları geridə qoyaraq öz yeni, əbədi talelərinə doğru irəlilədilər. Göyə çatdıqları zaman qardaş, gecənin qaranlığından qorxanlara yol göstərmək üçün sakit və müdrik aya çevrildi. Utancaq kiçik bacı isə əksinə öz parlaqlığı ilə bütün dünyanı isidən və aydınladan nurlu günəş oldu. Biri gecənin, digəri gündüzün keşişçisi olaraq kainatda əbədi bir tarazlıq yaratdılar. Və beləcə, o qədim Koreya nağılı bugün bizim hər birimizin başı üzərindəki səmanın reallığına çevrilir. O vaxtdan bəri onlar hər gün və hər gecə göylərdən dünyanı salamlayır, bizə öz işıqlarını göndərməyə davam edirlər. Bax, bu hekayə fərqli coğrafiyalarda yaşasaq da, insan ürəyinin eyni nağıllarla, eyni həyəcanla necə döyündüyünün ən gözəl sübutudur. Odlar yurdundan səhər təravəti yurduna sevgi və salamlarla.